Salamlar əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temudan ucuza aldığım maşın kamerasını göstərəcəm yenə və Temudan aldığım məhsulları göstərməyə davam edirəm. Dostlar, xahiş edirəm kanalımıza abunə olun və maksimum bəyənin ki, belə faydalı videolar və böyle məhsul incələmələri ilə qarşınızda olaq dostlar. Dostlar, bu şəkildə paketdə kamera almışam. Yəni bu maşın kamerasıdır. Videonun altından da bilindiyi kimi ucuza və kamera sayının çoxluğuna baxaraq diqqətimi çəkdi və mən bunu almaq istədim və sizlərə göstərmək istədim. Dostlar, ümid edirəm ki, bunu maşın kamerası və belə məhsullar almaq istəyənlər bu videoya baxaraq yəni ağlınızda fikir qalmaz ki, yəni həqiqətən məhsul almağa dəyərmi? Mənfi cəhətlər nədirsə onu deyirik dostlar. Yəni müsbət cəhətləri də varsa onu deyirik dostlar. Bu şəkildə məhsulumuz. Çox uzatmadan məhsulumuzu paketindən çıxartmaq istəyirəm. Videonu çox uzadıb sizi yormaq istəmirəm dostlar. Bildiyiniz kimi həmişə beləsi paketlərdə gəlir. Temudan gələn məhsullar paket deyirlər. Qutusu bu şəkildədir, biraz ağırdır, kit şəklindədir. Həm maşının bagaj üçün qoyulan kamerası var, həm dostlar belə deyə üzərində həm ön, həm arxa, həm də ki yan tərəfdə, yəni güzgülərin iki tərəfindən çəkən kamera var. 4 ədəd üzərində kamera var. Qutusu da bu şəkildədir. Videoda kamerada göstərirəm sizlərə. Belə bir kameradır. Üzərində nə yazıb? Quad Camera. Compact Deskin Similar Size yazılıb. Belə bir markası var. Deməli dostlar, üzərində gördüyünüz kimi səs yazma rejimi 1080p çəkir. Deməli, başqa nəyə var dostlar? Parking monitor, başqa bir 64 GB kart ilə birlikdə gəlir dostlar. Bir də gecə görüş sistemi var. Gecə görüş sistemi qutusunun üzərində yazılmayıb, amma aldığım Temuda səhifədə üzərində yazılıb dostlar. Arxasında nə var? Arxasında da xüsusiyyətləri yazılıb dostlar qutusunun bu şəkildə. Bilmirəm indi görsənmir. Xüsusiyyətlərini də videonun açıqlama bölməsinə əlavə edərəm. Həmçinin məhsulun linkini də əlavə eləyərəm. Qiymətini də təbii ki ekranda əlavə eləyəcəm. Mən bunu kampaniyadan almışam dostlar. Normalda bu kameraların qiyməti dəyişkənlik göstərir. Yəni 40 manat, 45 manat və 50 manata kimi gedir, amma ümid edirəm ki sizlər də o videonu izləmisiniz. Endirim bizim kanalımızda dostlar, hansı ki Temunun 20% endirim olsun, 95 manat kredi iadəsindən tutmuş hər bir cürə Temunun endirim videoları var. O videoları izləyib belə məhsullar almanızı sizə tövsiyə edirəm dostlar. Daha ucuza alasınız deyə. Yəni aldığım qiyməti qəpiyə-qəpiyə dostlar ekrana əlavə eləyəcəm dostlar. Deməli, üzərində arxasında yazılıb, bütün xüsusiyyətləri yazılıb dostlar. Görək, baxaq görüm içərisində nə var. Türk dili dəstəkləyir. Gecə görüş sistemi var. Kamera 5 megapiksel çəkir dostlar. Səhvlərimsə yəqin arxa kamerasını deyir. Qutusunu açaq dostlar. Qutusu çox səliqəsiz gəlib. Qırağından da açılır bu şəkildə. Bunu bəyənmədim. Buradan bu şəkildə belə basırsınız. İçərisindən qutusundan çıxır dostlar. Karabkasından çıxır. İndi birazdan sizə bunu yaxından göstərəcəm. İçərisində nələr var. Deməli, karabkasını bu şəkildə açırıq. Təbii ki ilk öncə kameramız çıxır. Kameramız belə bir kameradır. Ekran ölçüsü baxın. Düzdür, şəkildə daha böyük göstərirdi, amma yenə də çox da kiçik deyil, çox böyük də deyil, çox da kiçik deyil. Yanında 2 ədəd belə kamerası var və önündə var, bir də arxa kamerası var. İndi bunu kameranı yaxınlaşdırıb sizə daha yaxından bunun xüsusiyyətlərini və necə quraşdırmaq olur, hamısını bir-bir sizlərə göstərim dostlar. Ondan sonra kameranın çəkilişinə keçəcək. Deməli dostlar, kamera baxın, belə bir kameradır. Deməli, qutusunun içərisindən başqa nələr çıxır, mən sizə qutusunu göstərəcəm. Bu bizim karabkasıdır. Təbii ki arxa kamerasıdır. Belə bir üzərində arxa kamerası gəlir. Yəni maşınların bagajına qoşulmaq üçün arxa kamerasıdır. Bu birbaşa bu həmin kameranın üzərindəki AV girişinə girir dostlar. Yəni belə bir kameradır. Kabeldə olduqca uzundur. Baxın. Olduqca uzun kamerası var. Yəni kabelləşdirmə sistemi uzundur. Kameramız da bu şəkildə kiçik kameradır. Arxalara qoymaq üçün və başlığı isə belə bir başlıqla gəlir. Bu birbaşa həmin bu kameranın dostlar bu üzərində girişi var. AV girişi var. Birbaşa bunun üzərinə taxılır. Baxın belə.
və bu kamera görüntü verir. Yəni indi birazdan baxacağıq görə necə effekt verir və yanında yəni 4 ədəd kamerası var. 1, 2, arxasında 3, bu isə 4. 4 ədəd kamerası var. Bu belə. Bir də ki, maşınlara asmaq üçün belə vakuumlu qurlaşdırmaq üçün belə bir asacağı gəlir. Bu asacağını çıxardım, sizlərə göstərim. Belə bir asılacaq da gəlir dostlar. Belə bir asılacaqdır. Yəni bu belə deyim dostlar, bura keçirdirsiniz. Burada belə qurlaşdıranda bu vakuum özü avtomatik hava ilə belə yapışır dostlar. Bir də ki, başqa nə var üzərində? Təbii ki, adapterudur. Bu maşınların bu şəkildə girişi var. Bura taxırsınız dostlar. Bunun da ki, Type-C girişindəndir. Bu fərqli olaraq Type-C ilə gəlir. Bəzən çoxsu USB girişindən gəlir. Bundan niyəsə Type-C gəldi. Belə bir kabeldir, Type-C kabelidir. Burada da girişidir. Bunun da kameraya qurlaşdırırsınız. Bu şəkildə üzərində yeri var dostlar. Type-C girişi var. Bunu da kameranın üzərinə qurlaşdırırsınız. Maşından güc alır, bir nəvi belə deyək, güc alır və yaddaşa salır. Bir də ki, təbii ki, dostlar, kartı gəlir. Mən kartla bir yerdə sifariş vermişdim. 64 GB kartı gəlir üzərində. Mikro kartla işləyir bunlar. Yaddaşa salır. Başqa da heç bir şey yoxdur dostlar. Yəni belə bir kitabçasıdır. İstəsiniz baxa bilərsiniz. Yəni belə qeyri-adi bir şey yoxdur. Çətin bir şey yoxdur. İndi isə fərqli bir kamera çəkilişindən bunu yandırıb içərisində nələr var, hamısını bir-bir sizlərə göstərək dostlar. Deməli dostlar, kameramızı qurlaşdırmaq üçün ilk öncə mikro kartı taxmaq istəyirəm. İçərisində 64 GB mikro kart var. Belə qabda gəlir, səliqəli. Mikro kartı, burada girişi var. Mikro kart girişlə taxırız yaddaşa salmaq üçün. Bunu istəyə görə artıra da bilərsiniz. Yəni mən üzərində zakaz vermişəm. Təbii ki, bunlarda 1080p keyfiyyətdə biraz kart az saxlaya bilir. Yandakı kameraları dostlar belə çevrilir. Belə istədiyiniz yerə çevrilir. Bunu bu tərəfə çevirəndə bu içəri tərəfə, istər yan tərəfə belə çevrilir dostlar. İstədiyiniz yerə çevir. Adətən yan tərəfi çevirirlər. Maşının belə deyək, hər tərəfini göstərmək üçün. Bir də ki, bu vakuumu necə qurlaşdırır, bunu göstərim sizlərə. Burada gördüyünüz kimi bunun dili var. Bunu qurlaşdırmaq üçün belə bir keçən yeri var dostlar. Bu şəkildə keçirdirsiniz, belə maşını vakuumunu yapışdıra bilirsiniz. Yəni bu şəkildədir dostlar. İstədiyiniz yerə hərəkət elətdirə bilirsiniz. Kameranı çox uzatmadan yandıraq. Daha sonra bu kameranın içərisindəki videoları da bu videonun içərisində yerləşdirəcəm. Oradan görüntü effektinə də baxa bilərsiniz. Təbii ki, onu da yerləşdirəcəm. Yəni burada belə üzərindən sadəcə göstərməyəcəm. Burada power düyməsi var dostlar. Power düyməsini basılı saxlayırıq. 1080p-də çəkir. Təbii ki, bunu indi belə deyim dostlar, içərisindən görüntülər də əlavə eləyəcəm. Bir də ki, bu kamerası var. Bunu necə qurlaşdırılır? Bunu da ki, bayaq göstərdiyim kimi bu şəkildə buna buradan taxırsınız. Baxın. Burada biraz kamerada görsənirmi bilmirəm. Baxın bu şəkildə belə bir kamerası var. Deməli dostlar, kamerandakı çevirmək üçün də belə bir düymələri var. Burada gördüyünüz kimi əlavə düymələri var. Baxın. Biri power düyməsidir, kameranın ekranı ötürmək üçün power düyməsi və menyuya daxil olması. Biraz da menyusunu göstərəcəm. Bu şəkildə burada istədiyiniz kimi kameranı çevirə bilirsiniz. Yan-yana, istəsiniz yəni belə çevirə bilərsiniz ya tək şəkildə. Amma gördüyüm qədərlə sadəcə 3 dənə kamera aktiv olur. Yəni bu kamerada işləyir. Sadəcə 4 dənə kamera bir yandan aktiv olmur. Bax bunun mənfi xüsusiyyəti bir də budur. Bunu alırsınızsa nəzərdə saxlayın. Yəni siz hər dəfə 3 ədəd kamera aktiv olur. Bir ədədi deaktiv olur bu kameranı taxdıqda. Siz hər dəfə yəni bunu belə ötürdükdə istədiyiniz kamera keçirə bilirsiniz. Bu ayrı məsələ. Amma 4 ədəd kamera birdən aktiv olmur. Yəni əgər bilən varsa kommentlərə yazsın dostlar. Yəni mən aktiv eləyə bilmədim. Yəni burada videoda görürsüz. Sadəcə 3-ü birdən aktiv olur. Baxın. Gördüyünüz kimi 3-ü birdən aktiv olur. Həm yan tərəfidir. Baxın gördüyünüz kimi burada bağladım. İstədiyim kimi burada çevirə bilirəm. İstəsiniz bunu xırda şəkildə ekrana da yerləşdirə bilərsiniz. Kartı da hal-hazırda yaddaşa salır və səs yazma sistemi də var.
Bu şəkildə dostlar, burada istərseniz bunu çevirə də bilirsiniz və bu ortadakı M düyməsinə 2 dəfə basdıqda videonun təkrarına da baxa bilərsiniz. Yəni buradan OK düyməsinə vurduqda biz videonun təkrarına baxa bilirik. Baxın, gördüyünüz kimi təkrardan videoya baxa bilirik. Yəni özündə videoya təkrar baxmaq funksiyası var. Hər dəfə yəni mikrokartı çıxardıb əlavə bir kompüterə və telefona baxıb taxmağa ehtiyac yoxdur. Bu şəkildə və ekrana da indi birazdan video keyfiyyətini əlavə edəcəm. Yəni mənə xoş belə deyim də dostlar. Yəni bundan daha yaxşı kameralar var. Düzdür, məni cəlb eləyəni bunun kamera çoxluğudur. İstəsiz bu arxa da gəlir. Çox adam varsa bunun arxasına da alır. Yəni 4 dənə kamera birdən aktiv olmur. Bilmirəm, bəlkə də bunun başqa bir ayarı varmı, amma mənə gördüyüm qədərlə bu şəkildə yoxdur. Amma çəkiliş keyfiyyəti pis deyil, maşına görə yaxşıdır. Sadəcə eyni anda 3 ədəd kamerası aktiv olur. Yəni bu çox pisdir. Mənə xoşum gəlmədi. İndi elə adam var 4-ünə birdən baxmaq istəyir. Adam var heç problem eləmir özünə. Buradan ötürür, baxır. Amma yan kameraları bunu əgər əlavə etməsəz, bunu çıxardıb, bunun üzərində gəlir. Bunu almaya da bilərsiniz. Mən üzərinə kit olaraq sifariş vermişəm videoda göstərmək üçün. Belə də baxa bilərsiniz. Həm yan tərəfə də baxa bilərsiniz. 3 ədəd kameraya bu şəkildə də baxa bilərsiniz. İstədiyiniz kimi ötürüb yan tərəfə də baxmaq olur. Kameranız bu şəkildə. İndi isə ekrana görüntülərinə əlavə edəcəm. Çəkiliş effektini. İndi biz də burada maşını da taxıb göstərə bilmirik. Ona görə belə çevirib buradan da baxa bilərsiniz. Bu şəkildədir. Ekrana görüntü keyfiyyətini əlavə edəcəm. Malzemə kalitəsi belə deyək də dostlar, üzərindəki keyfiyyəti elə də yaxşı deyil. Yəni elə bir ki biraz keyfiyyətsiz plastik istifadə etmiş kimidir. Yəni bilirsiniz, bunu biraz bərkdən bassaz xarab olacaq. Belə deyim sizə. İndi isə menüsünü göstərim sizə. Dostlar, deməli bu kameranın menüsünə daxil olmaq üçün ilk öncə power düyməsini basılı saxlayırıq, kameranı yandırır. Yəni yanılı olduğu vəziyyətdə menüyə girmək olmur. Burada ortada M düyməsi var. Bu M düyməsinə bir kərə basırsınız. Bir kərə basdıqdan sonra daha sonra basılı saxlayırsınız. Bu şəkildə ekranda menüsü gəlir. Buradan da idarə etmək üçün düymələri var, irəli geriyə. Çözünürlük bildiyiniz kimi burada məndə indi avtomat türkçəsində də gəlir. Burada dil ayarı var. Hansısa bir menüyə girmək üçün OK düyməsini basdıqda burada dilə girir və burada Azərbaycan dili yoxdur. Bəzi kameralarda dostlar qeyd edim ki, Azərbaycan dili gəlir. Bunda baxım varmı? Bunda səhvlənməsi yoxdur, hə. Aha, bir dənə türk dili var. Titrəmə, titləşim, yəni bu kamera çəkdikdə hərəkət olduqda titləşim eləyir. Səs sistemi var dostlar, hərəkət algılama. Açıqcası bu kameralarda hərəkət algılamanın çox da işə yaradığını görməmişəm. Amma yəni də siz açıq bağlayıb yoxlaya bilərsiniz. Çözünürlük də 1080p'dir dostlar. Başqa 720 və VGA. Əgər yaddaşı daha çox saxlamaq istəyirsinizsə, buradan fərqli seçənəklə seçə bilərsiniz. 1080p çəkir. Sıfırlama, format, kartı sıfırlamaq istəyirsinizsə, başqa bir nəyəsə varmı? Bu bip səsi nədir dostlar? Ekranda menüdə hərəkət edəndə səsdir. Onu açıb bağlamaq üçündür. Yer çəkimi sensoru. Bu açıqcası bilmirəm nədirsə. Yer çəkimi sensoru. Yüksək səviyyədə içində bunu gəl yüksək qoyaq. Açıqcası bilmir. Park uyandırma. Park uyandırma adətən maşını parking eləyəndə nəyəsə yaxınlaşdığında sinyal verir. İşə yarayır, yaramamağını yoxlamaq olar. Başqa nə xüsusiyyət var? Hərəkət algılandırma, bir də çözünürlük, bir də ki işıq effektidir. Zaman döngüsüdəki hər dəfə yaddaşa saldığı zaman döngüsü dostlar. Başqa bir şey yoxdur dostlar. Yəni menüsü də bu şəkildədir. 1080p görüntü, səs yazma, hərəkət algılandırma belə funksiyaları var dostlar. Bu şəkildə kamerası. İndi isə ekrana bu kameradan bəzi görüntülər qoyacağam. Görüntü effektini də ki sizlərə göstərmək istəyirəm dostlar. Videomuz bu qədər idi dostlar. Ümid edirəm ki, bu belə videolar sizlər üçün faydalı olur və xoşunuza gəlir dostlar. Xahiş edirəm ki, bu kamera barədə əgər almısınızsa, kommentlər bölməsində öz fikirlərinizi bildirin.
Əgər belə videoların gəlməyini istəyirsinizsə, belə məhsul incələmə, fərqli videolar və yaxud da hansı məhsulu almağımı istəyirsinizsə, kommentlərə yazın, fikirləriniz mənə çox maraqlıdır. Alıb onu sizlər üçün göstərə bilərəm dostlar. Gəlməyini istəyirsə, xahiş edirəm kanalımıza abunə olun və bu videonu maksimum bəyənin ki və dostlarınıza da göndərin. Kamera alan dostlarınıza göndərə bilərsiniz dostlar. Göndərin ki, bu videoya baxıb özünə bu kameranı alacaqsa fikir bildirə bilər dostlar. Yəni qabaqca almamışdan əvvəl kameranı baxa bilər bu videoya, məhsul incələmə videomuza təqdim etdiyi Fikirli kanalı.